Əziz şagirdlər, deməli bugün 11-ci sinif 2-ci buraxılış imtahanının riyaziyyat sualları ilə qarşınızdayım. Deməli, birinci sualımız qonşu bucaqları göstərən soruşur. Qonşu bucaqların cəmi 180 dərəcə olmalıdır. Burada cəmi 180 dərəcə olan 88 və 92 var, C variantı. 62-ci sualda bizdən bu çoxluqların fərqinin elementlərinin sayı, yəni B-dən A-nı çıxmağımızı. Bu demək ki, B-də olub, A-da olmayanlar. İlk növbədə ortaqları atırıq. A və F hər ikisində var. B-də C və H qalır, yəni 2 dənə element A variantı. Vuruğulara ayrın deyir. Deməli, 2x kvadratını olduğu kimi yazırıq. Buradakı 3x kvadratını parçalayırıq. 2xy və 1 dənə xy kimi. Bu zaman 2x kvadratı plus 2xy-dən 2x-i ortaq vuruq kimi mötərizə xaricdən çıxardırıq. İçəridə x plus y qalır. xy plus y kvadratından y-i çıxardırıq. İçəridə x plus y qalır. Hər ikisində x plus y olduğuna görə x plus y-i mötərizə xaricdən çıxardırıq. Yerdə 2x üstəgəl y qalır. Bu zaman variantımız B variantı olur. Hansı ədəd 2 ardıcıl tək ədədin cəmi şəklində göstərilə bilər? 2 ardıcıl tək ədədin cəmi şəklində göstərilirsə, məsələn, baxın, 1 üstəgəl 3 olsa, cavab 4 eləyir. Biz aldığımız ədədi, yəni variantdakı ədədlərin hansınısa 2-yə bölməliyik. Görürsünüz, 2 alır. 2-nin solunda 1 dayanır, sağında 3. Deməli, variantdakı ədədlərdən hər hansınısa 2-yə böldükdə cavab cüt ədəd alınmalıdır. Bu zaman cavabları bölüb yoxlayırsınız. Məsələn, C variantını bölsək, 2-yə bölək, 3-də 1 dəfə, 17, 8 dəfə, 16-da 8 dəfə, 3-də 1 dəfə, 11-də 5 dəfə, 12-də 6 dəfə. Görürsünüz, qalqlamadı. Cavabımız nə oldu? Cüt. Deməli, bunun solunda 188.155, sağında 188.157 var. Ona görə də variant olaraq C variantı. Amma digər ədədləri bölsəz, görərsiniz ki, tək ədəd alınır. Burada bunu biraz silək. Yuxarını vuruqları açaq. 65-ci sualda A üstü 4-ü A kvadratının kvadrata kimi göstərə bilərik. Bu zaman A kvadrat çıx B kvadrat, A kvadrat plus B kvadrat alınır kvadratlar fərqi kimi. Aşağıda A çıx B vurulsun. 4-ü çıxardıq mötərizə xaricdən, içəridə A kvadrat plus B kvadrat qalır. Bunlar gedir. Bu A kvadrat çıx B kvadratını da açırıq. A çıx B vurulsun A üstəgəl B kimi. Məxrəcdə də 4 vurulsun A çıx B. A çıx B'lər ixtisar gedir. A plus B böl 4 variant olur D. 66. Uyğun tərəfləri perpendikulyar olan bucaqların cəmi. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmi 180 dərəcədir. Amma cəmi 80 dərəcəsi deməli bir-birinə bərabərdir, 40-40. Bir ədədin 18%-i tutaq ki, ədədimiz olsun x. X vurulsun 18 bölünsün 100 bərabərdir. Digər ədədin 54%-nə. Y vurulsun 54 bölünsün 100-ə. 100-lər ixtisar gedir. 18 ilə 54 ixtisar gedir. Burada 1 qalır. Burada 3. Deməli, x bərabərdir 3y-ə. Bu ədədlərin cəmi 60-dır. X plus y 60-dır. X-in yerinə 3y yazırıq. Bu zaman 4y bərabərdir 60-dırsa, y bərabərdir 15, x bərabərdir 45. Böyük ədədi soruşur bizdən, deməli cavab olur 45. AB ədədini BA ədədinə böldükdə natamam qismətdə 2, qalıqda 5 alınır. Deməli, AB bölünsün BA, natamam qismətdə 2, qalıqda 5. Bu onu göstərir ki, 10A üstəgəl B bərabərdir. 2-ni BA-ya vurub üstünə 5 gəlirik. 2 vurulsun BA və ya bunu belə yazaq, sonra açarıq. AB üstü xət bərabərdir. 2 vurulsun BA üstü xət, üstəgəl 5.
Bu zaman 10A plus B bərabərdir. 2-ni vuracaqdır, olacaq 20B plus 2A plus 5. Keçirdək bir tərəfə. 10A'dan 2A'nı çıxdım, 8A çıxılsın. 1B'dən 20B'ni çıxdım, 19B, mənfi 19B bərabərdir 5-ə. Burada artıq yerinə ədəd qoymalıyıq. Gəlin baxaq. B-nin yerinə ən kiçik 1 qoysaq, 8A çıxılsın 19 bərabərdir 5 olsa, 8A bərabərdir 24 olar, A bərabərdir 3 olar. A 3, B 1. B-nin yerinə 2 qoyanda, məsələn, 8A çıxılsın 38 bərabərdir 5 olur, 8A bərabərdir 43 olur. Bu da 43 8-ə bölünmür. Digər ədədləri də qoyub yoxlasanız görəcəksiniz ki, alınmır, elə ən kiçik 1 ilə 3 alınır. Ən kiçik belə olmasa, yəni bu ədədlər alınır. A plus B 3 üstəgəl 1 bərabərdir 4. C variantı. Yəni bu hissəyə gələndən sonra yerinə ədəd qoyub yoxlamalısınız. 69-cu sualda AB-ni 12, BC-ni 9 veribsə, avtomatik olaraq biz burada AC-ni tapa bilərik. AC-yə bir x deyək. Bu zaman x-in kvadratı bərabərdir 12-nin kvadratı üstəgəl 9-un kvadratı. Yəni x-in kvadratı bərabərdir 144 üstəgəl 81. X-in kvadratı burada 225-ə bərabər olur. X də bərabərdir 15-ə. Bunu tapdıq. Bura 15-dir. Burada bir y desəm, 15-in kvadratı üstəgəl y-in kvadratı bərabərdir 17-nin kvadratına. Buradan y-in kvadratı bərabərdir 17-nin kvadratı 289, 15-in kvadratı 225. Bunlar bir-birindən çıxırıq və cavab alınır 64, yəni 8 variant olur D. A mənfi 0,2-dir. Mənfi 0,2 yerləşir mənfi 1 ilə 0-ın arasında. Demişik ki, rasional ədədlərdə kiçik qonşu tam hissədir. Yəni mənfi 1. 71. A çox ədədin dərəcəsi 3. Tutaq ki, A x kubudur. B çox ədədin dərəcəsi 7. Yəni, tutaq ki, y üstü 7. A kvadratı üstəgəl B, x kubunun kvadratı üstəgəl y üstü 7 deməkdir. X üstü 6 üstəgəl y üstü 7. Çox ədədinin dərəcəsi deyəndə üstü ən böyük olanı götürürük. Yəni 7. Toplamayın bunları. Elə də cavab səhv alınır. Üstü ən böyük götürürük. A və B natural ədədləri üçün əkö AB bərabərdir 15 vurulsun əbo AB olarsa, bu ədədlərin ortaq olmayan sayıdır. Gəlin baxaq. Əkö AB 15 vurulsun əbo AB-yə bərabərdirsə. Bu zaman A və B ədədləri ya 1 ilə 15 ola bilər. Əbobu 1 olsun, əköbu bundan hasili 15 olsun. Ya da 3 ilə 5 ola bilər ki, yenə əbobu 1 olsun, əköbu bundan hasil olsun 15. Hər iki halda ortaq olmayan sadə vurğuların hasili, onsuz da onlar qarşılıqlı sadə ədədlər olduğuna görə 1 vurulsun 15, elə 3 vurulsun 5-ə bərabərdir, cavab 15 eləyir. Və ya düstur şəklində yazsaq, yəni bu yerinə ədəd qoymaqdır, düstur şəklində yazsaq, biz demişdik ki, əköb bölünsün əbob bizə nəyi verir? C-ni. Buradan əköbu tapsaq, C vurulsun əbob verir. Deməli, baxın, buradakı C-nin yerində buradakı 15 dayanır. Ona görə də cavab olur 15. Çoxluğunun bütün alt çoxluqlarının sayında, bütün alt çoxluqların sayı 2 üstü n-dir. Baxırıq ki, burada 5 dənə element var. 2 üstü 5, 32. Y variantı. Bərabər yanlış bizən yan tərəfin uzunluğu 12 olarsa. Yan tərəfləri 12 oturacaq olur x. Avtomatik olaraq oturacağı uzunluğu üçün üçbucaq bərabərsizliyini yazırıq. Digər iki tərəfin fərqindən böyük, cəmindən kiçik və bizə bunun ən böyük qiymətini istəyir. Ən böyük tam qiymətini, hətta 24-dən kiçik. Ən böyük də 23-dür, cavab olur 23. Daha sonra. Bu bizim
çoxaltı qaydamız var idi. Həndəsən əsas anlaşılan çoxaltına bənzəyən düstur. Onun tərsidir. Buranı verib 100 dərəcə. Buranı verib 135 dərəcə. Burada alfa. Deməli, alfanı tapmaq üçün nə edirdik burada? 100 ilə 135-i toplayırıq və 180 çıxırıq. 235-dən 180-i çıxsaq, cavab olacaq 55 dərəcə. 54 vurulsun 10 üstü 3 ədədi. Deməli, 54 27 vurulsun 2 deməkdir. Yəni 2 üstü 1 vurulsun 3 üstü 3. 10 özü 2 vurulsun 5 deməkdir. Deyə 2 üstü 3 vurulsun 5 üstü 3 kimi yazırıq. 2 üstü 1 2 üstü 3 olur. 2 üstü 4 vurulsun 3 üstü 3 5 üstü 3. Natural bölən dedikdə üstləri bir vahid artırıb bir-birinə vururuq. 5, 4, 4 cavab olur 80. 77. 10 ay ifadəsini hesablayın. Demişik ki, belə olanda birinci məxrəcinin birinci vurğu, sonuncunun sonuncu vurğu. Yəni 2 vurulsun 10 üstü yazıb kəsinləri sayını yuxarıda yaza bilərik və ya birincidən sonuncunu çıxırıq. 2-də 1 çıxılsın 10-da 1. Olur 20-də birincini 10-a, ikincini 2-yə vururuq. Çünki ortaq məxrəc gətirmişik daha doğrusu. 20-də 8. İxtisar gedir, qalır 10-da 4. 10A ifadəsini soruşur. 10 vurulsun 10-da 4. 10'la gedir, cavab qalır 4. ABB çoxluqları üçün, ABS daha doğrusu çox ədlər üçün uyğunluğu müəyyən edin. Gəlin baxaq. Deyir, dərəcəsi 3-ə bərabərdir. Burada 2, 1, 1, 4 olur. 1, 1, 1, 3 oldu. Deməli, 2-yə getdi A. Əmsalları cəmi 6-ya bərabərdir. 3, 2, 5, 5, mənfi 1, 4, 10, 2, 12, getdi. Dərəcəsi 4-ə bərabərdir. Bayaq, burada tapmışıq 2, 1, 1, dərəcəsi 4. Deməli, bura getdi C. Əmsallar cəmi 5-ə bərabərdir. 3, 2, 5. C'dir. Dərəcəsi 2-yə bərabərdir. Baxın, 1, 1, 2. Deməli, 1-ə gedir C'dir, 2-yə gedir A, 3-ə gedir Y. Ardıcıl 3 cüt ədədin. 3 cüt ədəd. Deməli, ardıcıl cüt ədədlər bir-birinə 2 vaid fərqlənir. X plus 2, X üstəgəl 4 bərabər nəyə? 60-a. X. 3X üstəgəl 6 bərabər 60. 3x bərabər 60-dan 6 çıxırıq 54, x bərabər 18. Deməli, ədədlər 18, 20, 22-dir. Bu ədədlərin böyüyü ilə kiçiyi, yəni 18 ilə 22-nin əkobunu istəyir. Əkob 18, 22 bərabərdir. 18 və 22 hər ikisi 2-yə bölünür, 9 və 11 qalır. Burada da çarpaz vururuq. 18-i vururuq 11-ə, cavab olur 198. Deyir, düzbucaqlı üçbucağın katetlərinin uzunluqları 30 və 40-dır. 30, 40. Buranı avtomatik olaraq tapa bilərik. X-in kvadratı bərabərdir 30-un kvadratı plus 40-ın kvadratı. Bilirik ki, 3, 4, 5 Pifaqor ədədlərdir. Deməli, x olacaq 50. Ümumi uzunluğumuz oldu 50. Bizdən kiçik katetin hipotenüs üzərindəki proyeksiyasını istəyir. Bunun üçün biz buradan hündürlük çəkməliyik. Və hündürlük hipotenüsü M-in hissələrinə bölür. Kiçik katetin proyeksiyası, yəni M istəyir. Düzbucaqlı üçbucaqda proyeksiya düsturları A kvadrat bərabərdir M vurulsun, M üstəgəl N-dir. Yəni 30-un kvadratı bərabərdir M vurulsun. M üstəgəlliyin bizə 50-ni verir. 900 bərabərdir M vurulsun 50. M də bərabərdir 900 bölünsün 50, yəni 18. Düsturları əzbərləyin. Buradan gəlir. ABC natural ədədləri üçün 2A, 3B, 5C bir-birinə bərabərdir. 2, 3, 5 əkobu 30K deyək. Bu zaman A olacaq. 30K-nı 2-yə böldüm 15K. 30K-nı 3-ə böldüm 10K.
30K-nı 5-ə böldüm, 6K. Bunların cəmi 15K plus 10K plus 6K bərabərdir 31K və misalda verib ki 62-dir. Deməli, K bərabərdir 2-yə. Bizdən A-nı istəyir. A bərabərdir 15 vurulsun 2, yəni 30. 1/4 hissəsi su ilə dolu olan çənə 45 litr əlavə edilir və çənin 8/5 hissəsi dolur. Çənin tutumu olsun x. Deməli, 1/4 x-in üstünə 45 gəliblər və 8/5-i dolub. Bu zaman 45 litr bərabərdir 8/5 x çıxılsın. Bunu 2-yə vuraq olsun 8/2 x. Yəni 45 bərabərdir 8/3 x-ə. Bu zaman x-i tapmaq üçün 45-i 8/3-ə bölürəm. Yəni 45-i 3/8-ə vururam. İxtisar gedir 15 qalır. 15 vur 8 120. Çənin tutumu 120-dir. Və bizə deyirdi ki 8/5-i dolub. 8/5-i dolubsa 8/8-dən çıxıram 8/5-i, yəni 8/3 boşdur. Daha neçə litr su əlavə olunarsa çən tam dolar. Deməli 8/3-ü qədər gəlməliyəm. 120 çənin tutumuydu. Onu 8/3-ü qədər əlavə etməliyəm ki, çən tam dolsun. 120 ilə 8 ixtisar gedir 15. 15-i 3-ə vururam 45. Məhlul. 30% duz məhlulu. Tutaq ki, məhlulu götürək 100 qram. Bunun 30 qramı duzdur. 70 qramı sudur. Ümumi miqdarının yarısı qədər su əlavə edib. Ümumi miqdarı 100 idi. 100-ün yarısı 50. 50 qram su. Su olub 120 qram. Amma 30 qram duz qalıb. 120 qram da su var. Deməli, nəticədə neçə faizli məhlul alınır? Duz bölünsün, duz üstə gəl su. Yəni 30 bölünsün 150 bərabərdir. 30-a ixtisar gedir 5/1. 5/1-i də vururuq 100-ə. Olur 20 faizli məhlul alınır. Deyir ki, AB parçası üzərində S nöqtəsi. Gəlin baxaq. Bu bizim AB parçası. S nöqtəsi A və D nöqtələrinin arasında. Bu olsun S, bu olsun D. D nöqtəsi S və B-nin arasında yerləşib. Aha. AB 44. AD 32-dir. Bu zaman BD qalacaq. 44-dən 32-ni çıxanda qalacaq 12. Şəkil uyğun gəlməyə bilər, amma siz əsas misaldakı şərtlərə baxın. BC 34. BC 34. Axı burada 12 idi. 34-dən 12 çıxanda qalacaq CD nə qədər? 22. Bizdən də CD istəyir. 85 və son sualımız. Deyir ki, ABC üçbucağında AD tənböləndir. A, B, C. AD olsun tənbölən. Alfa, alfa. AB 8. AC 12. BD 6. Bizdən DC-ni istəyir. DC x. Tənbölənin xassəsinə görə 8-in 6-ya nisbəti 12-nin x-ə nisbətinə bərabər olur. 8 bölü 6 bərabərdir 12 bölü x. Çarpaz vuranda 6 vurulsun 12 bərabərdir 8 vur x-ə. X də bərabərdir 72 bölünsün 8, yəni 9. Bu qədər əziz uşaqlar, hər birinizə sınaqlarda və imtahanlarda uğurlar.